aşıqlar arasında səni qəbul etməməyə başladılar. Qırğın getdi, söz-söhbət getdi. Yəni indinin bu saatısı da, məsəl üçün mən efirlərin birində gördüm ki, Aşıq Abdo deyir ki, yəni Aşıq Mübarizə, Aşıq deyə müraciət eləməyin. İndi mən nə saz ifaçısı bəli, kimi. bax, indi Yəni bu şeyləri sən ümumiyyətlə qəbul eləyirsənmi ki, səni təqdim eləyəndə desinlər ki, saz ifaçısı Mübariz Camaloğlu gəlir? Eləmirəm nəyə görə, qoy onu da deyim sənə, onu da açıqlayım. Yəni dəfələrlə də demişəm, yenə də deyim sənin verişində. Yəni mənim atam məşhur aşıq olub, Kəlbəcərdə. Aşıq Zamal, görsən üstündə də adı var, sazımın. Mən Aşıq Zamalın oğlu olaraq tam o bilmədiyim havalar ki var, 72 deyirlər, indi uzanıbdır. Bəlkə də 120-ni, 130-u keçib. O tam havaları bilmədiyimə görə mən heç vaxt özümü aşıq demirəm. Bax, mənim el qarşısında, cəmaat qarşısında, bəlkə də bu dediyim düz sözə görə mən belə çox istənirəm xalqım tərəfindən. Mən niyə durum yalandan deyim ki, mən bütün 72 havanın 72-ni də bilirəm. Bilmirəm axı. Ağsaqqal aşıqsan, elə bir ki, sənin yerində oturubdur Aşıq Əhliman. Allah ona şəfa versin, can sağlığı versin. Rəhmətli Aşıq Ədalət olub. Durar deyər ki, qardaş, bir dənə bana filan havanı sal. Mən əgər onu sala bilməyəcəmsə, mən niyə özüm aşıq deyim? Mən bu sarıdan, Əbdül, mən özümə heç vaxt aşıq deməmişəm. Amma yeri gəlsə... Amma yeri gələndə də meydan oxumusan. Avdı elə deyəndə, avdı ilə çıxmışdıq da. Bizi sarmışdı ki, qardaş, Aşıq Avdı ilə Aşıq Mübariz gəlsin, burada deyişsinlər. Bəs mən ona görə gəlmişdim da, orada qalmaqalı özü qatdı, mən Arzu ilə elə söhbətimiz oldu, durdum, sıxım getdim evdən. Alınmadı bizim o efirimiz, deyişməmiz. Qardaş, hardan salırdı, mən də oradan salıb oxuyurdum. Burada nə var ki, mən güya aşıq havaları bilmirəm. Mən 40-a 50-yə yaxın havalar bilirəm. Mən niyə özüm aşıq deməyim ki? Heç onun 20-sini bilən yoxdur, özün aşıq deyir. Bəlkə səhv deyirəm, 20-25-ini bilən yoxdur, özün aşıq deyir. Öz də ki, o vaxtdan sən bəlkə də yadında olar, o vaxtı toylara ki, 80-ci illərdə, 70-ci illərdə aşıqlar gələndə toy yazı çıxıb nə deyir? Deyir də aşıqları qarşılayın. Demirdi ki, gitar asalanı qarşılayın. Musiqiçilərə aşıqlar deyir. Aşıqları qarşılayın. Ən çox da bizim zona, bu Qazax, Tovuz zonası. Dədə babadan qalıb da bu aşıq. Musiqiçilərə heç vaxt, yəni musiqiçi deməmişik da, bu son dövrdə aşıq deyəm. Aşıq deyə götürülüb ondan da, mən niyə özüm aşıq deməyim ki? Sadəcə olaraq, yəni mən... Bugün toylara, məclislərə gedirsən, məclislərdə səni qəbul edirlər, sevə-sevə məclislərinə insanlar dəvət edirlər və sevə-sevə ifalarına qulaq asırlar, ifalarına qol qaldırıb oynayırlar. Yəni... Və özün də iddia edirsən ki, o 72 aşıq havasının 50-yə yaxının bilirsən. 50-yə, 40-50 arası da belə deyil. 40-50 arası. Və bir neçə dəfədə sənin, üzrsəm sözünü kəskin, bir neçə dəfədə sənin məsələn, efirlərdə meydan oxumağın olub ki, kim istəyirsə gəlsin məndən deyişməyə, yəni üz duraq deyişək. Əgər uduzsam, sürdüyüm avtomobilin açarını da verəcəm. Gör neçə ildir. Heç sənə zəng eləyən olmadı. Gör neçə ildir bu sözü deyə gələm. Biri 10 il var. 10 ildən çoxdur mən qardaşımdan. Hətta. Çünki... Yəni, mənim xatırladığım 10 il var. Sənə bir dənə söz deyim. Ayzarın verişi nə vaxtdan açılıbdır? Sən bilərsən, ayı bir dəfə Ayzar. Var, bir 15 il bəlkə də var. 15 ildən çoxdur. Olar bəlkə də. Ayzarın ilk verişinə gələndən durub ayağa sazı göyə, təkərlimdə göyə qaldırıb deyirəm ki, oğul istəyirəm sizin qabağıma. Əgər indiyənəcə manəcək gəlibsə, nə aparıcı mazən gəlibsə ki, elə bir oğul var. Sabahlarım efirə sağıram, gəl efirə, əgər belə bir şey indiyənəcən olmayıbsa, indən də belə olası deyil. Bir dənə sənin bir çıxışın da olmuşdu, dedin ki, səhv eləmirəmsə demişdin ki, 60 yaşımdan sonra aşıq sənətinə son bax, belə şeyləri görür. 50-yə yaxın yaşın var da, artıq bir 10 il qaldı. 50 olacaq inşallah, martın 20-sində. Allah ömür versin, inşallah. Allah sizə də ömür versin, əziz qardaşım. Yəni, efirdə ki, o belə haqsızlığı ki, görürdüm. İnan Allaha deyişsinirdim. Bax, indi bir əmoğlun kimi, qardaş kimi oturub dərdim asılanda sənə. Deyirdim, mən axı, bu millət ki, məni bu cür çox istəyir. Bunlar niyə belə edir? Bu aparıcı mənə niyə bu sualı verir? Bax, gəlirdim evə. Əbdülün Mübarizin canına 85 yaşında anam mənə deyirdi ki, oğul deyirdi, sən Allah bir də o efirə getmə.